Hamı gözləyir ki, kim gələcək? Növbəti qonaq kim olacaq? O xanımı hətta Azərbaycan estradasının günəşi kimi də elan edirlər. Xanımlar, sözlərin müəllifi Zahir Abbas, bəstəkar Tahir oğlu. Mahir Tahiroğlu, bəli. ifa edir Nasbəri. Dostəliyeva. Sizin alqışlarınız Nasbəri Dostəliyevaya bu gecə bizimlə birlikdə bu gözəl xanım Heydər Əliyev Sarayın səhnəsində Nasbəri xanım Dostəliyeva. Mahnının sözlərin Bəli, üzrlə hesab eləyin, belə qafiyə ilə gəldi. Tahir Abbas, Abbas Tahir. Mahir Tahiroğlu bəstəkara xahiş edirəm, bax bu mükafatı veririk. Təbriklər. Və Zahir bəyə Vayant və kompaniya adından sizi təbrik edirik və ürək sözləriniz. Hacı xanım, minnətdaram. Mən bu gözəl mahnıya görə, bu gözəl ifaya görə Nasbəri xanıma minnətdaram. Təbii ki, bizim sayılan seslən mahnılarımız çoxdur, amma Nasbəri xanımın ifası bu günləri bizi qaliblər sırasında etdi. Mahir müəllimə minnətdaram, Murad müəllimə, sizə minnətdaram bu gözəl təqdimata görə. Minnətdaram, hamımıza minnətdarıq. Mən də öz minnətdarlığımı bildirmək istəyirəm. Gözəl xanımımız, çox gözəl bir gecədir. Mən hər kəsi salamlayıram. Və bir şey istəyirəm qeyd edeyim ki, Murad, bildiyiniz kimi klassik əsərlər, muğamlar, aşıq mahnılarının ifası mənim üçün hər zaman əziz olduğu kimi, bəstəkar mahnıları da mənim üçün əziz idi. Amma məhz bu Sarışının mahnısı Türkiyədə artıq öz populyarlığını tapıb. Mən təşəkkür edirəm Mahirə, mən təşəkkür edirəm Zahir, sənə təşəkkür edirəm Zahir Abbasa ki, bax, belə gözəl əsər yaradıblar. Çox sağ olun. Siz sağ olun, siz buyurun, sözləri siz yazmışsınız da.